Salam güzel kızlarım. Bayramınız mübarek olsun. Bütün günleriniz böyle hoşbaxt olsun. Bütün arzularınıza çatasız. Bütün evlerden körpə səsi gelsin. Arzusunda olanlar arzusuna çatsınlar ve Allah kısmet eləsin. Evlad olsun hamısında. Bugün biz çok hoşbaxtıq ve sevinirik. Bugüne benim güzel həmləm Aynur partiyaya göre yığışmışıq. Hem bayrama göre hem partiyaya göre yığışmışıq. Kız oğlana göre. Kızımız düz 10 il sonsuzluqdan əziyyət çəkirdi. Əsas problemlər hormonal problem, antimüller zəif, folikullar zəif, borlarda problem var idi. Müalicəmiz 3 ilə yaxın olub və müalicə nəticəsində təbii yolla ilk dəfə qızımız həmləlik baş verdi, amma düşük oldu. Sonra ikinci dəfə həmləlik oldu və hal-hazırda 16 həftəyə çatmışıq. Çox sevinirik, çox xoşbaxtıq. Gəlmişik, bugün yığışmışıq bilməyə. Qızdır ya oğlandı. Sizi təbrik edirəm. İnşallah xərəkli çatasınız. Çox sağ olun doktorum. Mən Elmirə xanımın sayəsində hamilə qaldım. Düz 10 ildən sonra. Hər yerdən demək olar gəldim. Bütün doktorların yanından heç birinin xeyrini görmədim. Bütün çox xoşbəxtəm. Yəni heç ağlıma gəlməzdi ki, mən də burada cinsiyyət partisi eləyərəm. Çox şükür. Göydə Allahım. Abim. Göydə Allah yerdə Elmirə xanımın sayəsində bu gözəl günü gördüm. İnşallah sonacaq olsun. İnşallah. Sizi təbrik edirəm. Bəli, əlbəttə ki, ən böyük və gözəl gündür. Həm bayramımız, həm də ki, əsasdakı sizin həmlə olmağınız və partiya günümüz indi bugün bilinər düzdür. Əlbəttə ki, fərqi yoxdur. Qız oğlan əsas sağlam olsun. Siz də təbrik edirəm. Bacısınız, həmişə gəlirdiniz. Bəli. Sağ olun, Allah razı olsun. Sizə çox təşəkkür edirik. Yaxşı varsınız, yaxşı sizi tanımışıq. Görək də inşallah axıra qədər sevinərik. Siz nə fikirləşirsiniz? Qız da oğlandı. Məncə oğlandır. Oğlan. Baxaraq. Tak, sən nə fikirləşirsən? Məncə qızdır. Qız. Tak, növbəti qızımız? Mən də hiss edirəm ki, qız. Qız. Siz də Aynur'un qohumusunuz. Bəli, həkimizə təşəkkür edirəm. Çox sağ olun, Allah sizdən razı olsun. Həmişə paylaşımlarınıza baxırdım, həmişə siz çox sevinirdik. Bugün bizi iki qat sevinirdiniz. Həm bayram əhval-ruhiyyəsi, həm Aynurumu necə deyim, belə ana olmağa siz hazırlaşdırdınız. Siz göydə Allah yerdə sizin sayənizdə təşəkkür edirik. Bütün xanımları sevindirirsiniz. Hər evdən körpə səsi gəlsin. Amin. Çox sağ olun. Mən elə hiss edirəm ki, oğlan olacaq. Aha, yaxşı baxarıq. Tak, Müjgan xanım gəlib Lənkərandan və qızımız da 4 ildən sonra həmlə olub. Təsəddüf olub ki, bugün partiya qismət oldu gəlməyə. Siz nə fikirləşirsiniz? Mən düşünürəm ki, qız olacaq. Mən elə hiss edirəm ki, qız olacaq. Aha, yaxşı baxarıq. Növbəti qızımız Kifayət xanım düz 7 il sonsuzluqdan əziyyət çəkirdi, amma Kifayət xanıma dedi ki, partiyaları dedi ki, yox. Mən yalnız doğuş zamanı bilərəm ki, qız oğlan əsas mən üçün sağlam, inşallah Allah qoysun. Baxaq axıra kimi çatar. Bu arada istəyirəm vurğulamaq, qızımız Rusiyadan gəlib, doktora görə, yəni mənə görə və şükürlər olsun, bir gündə sevinir həmlədir. Var olasın, sağ olun. Mən düşünürəm ki, inşallah qız olar. Lap gözəl. Mənim gözəl mamıçkam 8 ilin həsrətinə sol qoymuşum. Siz bugün Kim sayəsindən olmuşam. Allah hamını sevindirsin inşallah. Bizi necə sevindirsə, burada bütün xanımlar sona qədər olsun sevinçləri. amin. Mən düşünürəm ki, oğlandır. Sevinir edərdi. Bizim gözəl Samıçkamız şükürlər olsun bizim yanımızdadır və çəkilişlərimizdədir. Çox sağ olun xanım. Sizin sayənizdə mən də 4 ildən sonra ana olmuşam. İnşallah ki, düşünürəm ki, oğlandır. Fatima. Mən də 4 ildən sonra ana olmuşam. İnşallah gələn bayramda bütün bu qızlar, bütün xəstələrimiz qucağında uşaqla öz evlərində bayramlarını keçirdərlər. İlk növbədə doktorun yanında, sonra evlərində. Bəli, mütləq. Mən fikirləşirəm ki, oğlandır. Gözəl. Tak, növbəti qızımız hələ ki gəlir müalicəyə. Qız düşünürəm mən. Aha, Bayramınız mübarək. çox sağ olun. İlk baxışdan oğlan hiss elədim. Oğlan güzel. Mənsə qız fikirləşirəm. Onda bizdə bölündü. Yarı qız, yarı oğlan belə düşünürük. Lap gözəl. Qızlar siz nə fikirləşirsiniz? Mən oğlan. Mən də oğlan. Qız, aha, lap gözəl. Onda keçək başlayaq bizim sürprizimizə. Baxaq, qızdı, oğlandı. Aha. Biraz bekle. Sizə onu boy yine. Onu boy. Nasıl bir elimi.
qız, oğlan. Aha, qızlar siz başlayın hesablamaq. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Tebrikler, tebrikler. Tebrik. Birbirimizi kucaklayız. Tebrikler. Siz düz demiştiniz. Ben oğlumun hedefini demiştim. Əlbəttə ki, əsas sağlam olsun, həmişə bizdən. Bəli. Qızlarımız təbrik edirik. Təbrik edirik. Amin, bəli. Çoxu burada həmlərdə uşaqlarla kim var, kim həmdə olub 7 ilinin sonsuzluğa son, həsrətinə son. Qızlarımız da müalicə gəlir. İnşallah Allah qoysa. Bu gün olsun siz də belə yanımızda olasınız. Allah qoysa. Təbrik edirəm sizi bir də. İnşallah axıra kimi çatar. Həmişə belə sevinək, xoşbaxt olaq, bütün günlərimiz xoşbaxt olsun. Ümumiyyətlə, qızlarımın, ümumiyyətlə, bütün millətin, bütün insanların günləri belə sevincli, xoşbaxt keçsinlər. Həmişə belə sevinək. Əlbəttə ki, ən böyük hədiyyə ana olmaqdır, uşaq olmaqdır. Heç nəylə onu almaq mümkün deyil. Arzu edirəm ki, hamısı bu hissləri datsınlar, ana olsunlar və əsas da ki, sağlam, xoşbaxt ömür yaşasınlar.